Azərbaycan Elmlər Akademiyası var və burada bir çox sahələrin araşdırmaçıları və eyni zamanda bir çox sahələrin deyək ki, arxeologiya və bir çox sahələrdə. Mənə çox maraqlıdır Azərbaycan döyüş növləri ilə ya da döyüş sənəti araşdırmaçısı varmı? Mən nə qədər ədəbiyyat axtardım tapmağa. Düzdür, savaş sənəti, türk savaş sənəti ilə bağlı Əfsələddin Əsgər və Məhəmməd Əli Qıpçağın bir kitabı var idi. Sağ olsunlar, onlar da yaxşı bir işlər görüblər əslində. Yəni ki, müəyyən məlumatlar orada əks olunubdur. Amma tam belə deyək də bu Köklü araşdırılmır. bir damladır da belə deyək. Türk dünyasında olan idman növləri o qədər zəngindir ki, Azərbaycanın özündə o qədər zəngin idman növlərimiz var. Məsələn, bunları elə mən demirəm. İndi bir də baxın Türk dünyasında nə qədər. Çünki Türk tayfalarının hər birisinin özü bir mədəniyyət ortaya çıxardı. O qədər yaradıcı xüsusiyyətlərə malik olublar ki, hərəsi bir mədəniyyət ortaya qoyublar. Yenilikçi olublar. Belə deyək, yaradıcı xüsusiyyətlərə malik olduqları üçün onlarda zərurətdən bu mədəniyyətlərin ortaya çıxmağı olubdur. İndi biz də istəyirik ki, bax, Alpaqutla öz təsdiqimizi tapdıq, özümüzü təsdiq elədik. Ancaq inşallah istəyirik ki, sizin kimi dostlarımızın da köməyi ilə, yəni ki, əslində qalsa bizim niyyətimiz ortaq eynidir. Öz mədəniyyətimizi dünyaya tanıtırmaq, Türk dünyasının mədəniyyətini dünyaya tanıtırmaq və bizim etnosumuzun dünyada nə qədər yaradıcı, nə qədər dünyaya böyük bir məhsuldar, bir keyfiyyətli bir ənənələr qoyduğunu isbat etməkdir.